etdiyim test bankından say sistemlərindən deməli 80-ci suala baxırıq. 80-ci sualdan başlayıb baxırıq. 8-ci say sistemində 2-lik, 16-lıq və 10-luq say sistemində rəqəmlərdir. Bunun hesabını, cavabını 2-lik say sistemində istəyir. Deməli, bunları hamısını 10-luğa çevirir. Çıxıb toplayıb, sonra 2-liyə çevirmək də olar. Yəni, kimə hansı rahatda onu eləyin. Və ya elə 2-likdə də eləmək olar. İndi bu 8-likdə olan bu ədədi bura yazırım. 1, 0, 1, 0. 8-likdə çıxaq. 1, 1, 0, 0, 1, 1, 1. Bu 2-likdir. Çıxaq. 1, 0, 1, 16-lıq. Üstəcəl 10, 10-luqdadır. Bu 8-likdə olanı biz 4, 2, 1 qaydası ilə çeviririk 2-liyə. 1-in yerinə nə yazacağım? 0, 0, 1. 0-ın yerinə 0, 0, 0. 1-in yerinə 0, 0, 1. 0-ın da yerinə 0, 0, 0. Çıxaq, bax bu ədəd. Çıxıram bu ədədi. Bu ədədi çıxanda yazıram. Deməli, buradan 3 dənə 1-dir, 2 dənə 0-dır, 2 dənə 1-dir. Aha, belə alt-alta yazıram və çıxıram. Buradan baxıram ki, bax, 0-dan 1 çıxır. Gedirəm buradan 2-liyi gətirirəm, qoyuram bura. Necə 10-luqda 10-luq gətirirəm, 2-likdə də 2-lik gətirirəm. Buradan 2-yi götürdüyüm üçün bu artıq bura oldu 0, amma bunlar oldu 1. Necə 10-luqdan 10-luq götürəndə ondan qabaqçılar 9 olurdu, 0-lar. Burada da 1 olur. 1 əsik olur 2-dən. 2-dən 1-ini çıxıram 1-i. Burada 1-dən 1-ini çıxıram 0. 1-dən 1-ini çıxıram 0. Burada artıq 0 olmuşdu, götürmüşdüm. 0-dan 0-ını çıxıram 0. 0-dan 0-ını 0. Bax burada, indi yoxdur axı, deyirəm buradan gətirirəm. Buradan 2-lik gətirirəm, qoyuram bura. Bunlar da artıq olur 1, 1, 1. Bu götürdüyümə görə 0 olur. 2-dən 1-ini götürürəm 1. 1-dən 1-ini 0, 1, 1. Bu da artıq 0-dır. Digər 2-dən də 0 var idi. Sonra 16-lıqda 101. 16-lıqda 101-i 2-lik say sisteminə keçərkən 8, 4, 2, 1-dən istifadə edirdik. 1-i yazmaq üçün mənə neçə lazımdır? Buradan yazırım, sonra davam edirəm. Axırdan yazım, ya buradan yazım, yaxşı. Deməli, bunu yazmaq üçün mənə neçə lazımdır? 0, 0, 0, 0. Sonra 0-ı yazmaq üçün mənə 4 dənə yenə 0 lazımdır. 1-i də yazmaq üçün 0, 0, 0, 1. Belə bir ədəddir. Burada niyə 1 yazmadım mən? Bir dəqiqə. 1-i yazmaq üçün 3 dənə 0, bir dənə 1 olmalıdır. 0-ı da yazmaq üçün 4 dənə 0, düz belə olmalıdır. Burada da sıfırları nəzərə almıram. Götürürəm, buradan yazıram. Bax, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 rəqəmdir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bax, buradan elə başlayacağım. Yenə bu sıfırları nəzərə almıram. Demək, başlayıram, buradan yazıram. 1, 0, 0, 1, 2, 3, 4. Neçə dənə sıfırdır? 1, 2, 3, 4, 5, 6, 7 dənə sıfır yazacağım. 2, 3, 4, 5, 6, 7, 0 və sonunda 1. Aha, çıxıram bunu. 2-likdə artıq. Deməli, 1-dən 1-in 0, 0-dan 0-ın 0, 0, 0, 0, 1-dən 0-ını 1, 0, 1-dən 0-ını 0 və 1, daha doğrusu. Sonra 1-dən də 1-in 0. Belə bir ədəddir. Sonra bunun üzərinə gəlirəm 10, 10-luqda 10. 10-luqda 10, 2-liyə keçərkən mən nə edirəm? 10-u bölürəm 2-yə. 10-u böləndə 2-yə necə yazıram? Yəni, ümumiyyətlə, onu almaq üçün buradan hansıların altı 1 olmalıdır? Bax, 1, bir də bu 1 olmalıdır. Digəri 0. Heç bölməyə ehtiyac yoxdur. Bax, 10 almağım üçün mənə 1, 8, 1, 2 lazımdır. Yəni, 1, 0, 1, 0. Bax, 1, 0, 1, 0. Yazıram bura. 1, 0, 1, 0. Üstə gəlirəm bu dəfə. Çünki bu üstə gəldi. Toplayıram 0, 1, 0, 1, 0. Düz yazdım. Aha. 1, 0, 1. Belə bir ədəd alınır. Baxaq görək hansındadır. Buna oxşuyur. Hə, elə budur. E variantı. Səksən birinci suala baxaq. Verilmiş cədvəl fraqmentinə əsasən model sözünün şifrini müəyyən edərək 2-lik say sistemində olan bu şifri 16-lıq say sistemində ifadə edir. 16-lıq say sistemində ifadə edərkən model sözünü M hərfinin nədir? 101. 81. 101'dir. Yəni 101'dir. O hərfi nədir? 000. D hərfi 001. E 011. S 100.
T 0 1 0. Sonra onu 16'lığa çevir. 16'lığa çevirə üçün nə edirəm? 4 4 ayırıram. 1 2 4 8. Bu edir 2. 1 2 4 8. 4 sonra 12. 12'nin üstüne 2'sin gəlində 14. 14 də E ilə göstərir. 1 2 4 8-də bu 2. 1 2 4 8-də 8. 1 2. Bu da 2. Belə bir yazılışdır. 282 E2. A variantı. 82'ye baxaq. 82'də də ASCII cədvəlində ASCII kod cədvəlindən bir də bir fraqment verilibdir. 9 simvolunun 16 kodunu deyil müəyyəndir. Baxırıq 9 simvolunu tapmaq üçün 1-də məsələn 16-lığı deyil, 1-də 31 deyil, 3-də də 33-dür. Demək ki 2 32 deyil, 3 33, 4 34, 5 35, 6 36, 7 37, 8 38, 9 39. Demək ki 9-un simvolu neçəymiş? 39. 83-ə baxırıq. 83'də belə bir A, C, D, B. Buradan yaxşı düşmübdür. A, C, D, B verilibdir. 8'lik say sistemində verilmişdir. Bu A, C-dən böyükdür, C, D-dən, D, B-dən böyükdür. Məlumdur ki, deyir A verilmiş say sistemin ən böyük rəqəmi. Verilmiş say sistemi hansıdır? 8'lik. 0, 1, 2, 3, 4, 5, 6, 7. Verilmiş say sistemin ən böyük rəqəmi necədir? 7. Demək A bərabərdir 7. Buraya yazıram 7 üzərinə. D verilmiş say sistemin sadə rəqəmidir. Demək D bu sadə rəqəmdir. Baxıram ki D-dən B-dən böyükdür. Bilmirəm də onda. A-dan düzdür kiçikdir. Amma D-dən böyükdür. Bu hələ bu qalsın. Keçirəm buraya. C verilmiş say sistemində 4-ə bərabərdir. Bu 4-ə bərabərdirsə. Demək 4-dən kiçik sadə rəqəm hansıdır? 4-dən kiçik sadə rəqəm. Ya 2-dir ya da 3-dür. İndi bu birinə baxaq. B verilmiş say sistemin ən kiçik sadə rəqəmdir. Ən kiçik sadə rəqəm 2-dirsə, demək ki, D-yə neçə qalır? 3 qalır. İndi burada A, C, D, B-yə baxıram. A neçədir? 7-dir. C 4-dür. D 3, B də 2. Belə bir ədəd verilir, olur. Bunu 16'lıq say sisteminə keçirmək lazımdır. Bu 8'likdədir. Bunu 16'lığa keçirmək lazımdır. Yazıram bura. 83. 7, 4, 3, 2. 8'likdir. Bunu 16'lığa keçirmək üçün ilk öncə 8'liyə keçirirəm. 4, 2, 1 qaydasıyla. 7'ni 1, 1, 1 yazıram. 4, 1, 0, 0. 3'ü 0, 1, 1. 2, 1, 0, 1, 0. Aha. Bunu ne edirəm? 16'lığa çevirirəm. 4, 4 bölürəm. Bu oldu F. Belə bir onsuzda. Bu oldu 1. Bu da 8 ilə 2'dir da. 8, 4, 2, 1 yazsın. 8 ilə 2 də 10'dur. 10 da A kimi. F1A. Bu da elə bilirəm yuxarıda E variantı olmalıdır. Bəli. Aha. 84. 84'də belə bir ardıcıllıq verilir. Yeni səhifə açın. Deməli, belə bir ardıcıllıq verib açıq yazılış forması. Deyir ki, ikilik say sistemində yazılışı 6 rəqəmdən ibarətdir. Mən baxıram ki, bu ikilik yazılışdır da, çünki 2 üstləridir. Və 1 yazıb qabaqlarında. 1, 1, 1. 3 dənə 1 deyil. Yəni belə yaza bilmərəm. Çünki baxıram ki, 2 üstü 6 var, 2 üstü 5 yoxdur, 2 üstü 4 yoxdur. Demək, yoxdursa, birincisi 1'dir. Hə. 2 üstü 5 yoxdur, onun yerinə 0 yazırım. 2 üstü 4 də yoxdur, onun yerinə də 0 yazırım. 2 üstü 3 var, aha 1 yazırım 1. 2 üstü 2 yoxdur, onun yerinə 0. 2 üstü 1 var, hə, qabağındakı 1'dir, 1 yazırım. 2 üstü 0 yoxdur, onun da yerinə 0 yazırım. Belə bir ikilik ədəddir. İkilik say sistemində yazılışı 6 rəqəmdən ibarətdir. 1, 2, 3, 4, 5, 6, 7 rəqəmdən ibarətdir. Demək, 1 doğru deyil. Onluq say sistemində 74'dür. Baxın, onluğa keçirdən. 1, 2, 4, 8, 16, 32, 64. 64, üstə gəl 8, üstə gəl 2. Bu da neçə edir? 74. Elə 74'dür. Bu 2 doğrudur. İkilik say sistemində yazılışında sıfırların sayı birlərin sayından çoxdur. 1, 2, 3, 4 dənə sıfır var, 3 dənə də 1 var. Düzdür. Bu da düzdür. Tək ədəddir. Baxıram ki, yox, bu sonu sıfırdır. Və yaxud da elə buradan da baxmaq olar. Cüt ədəddir. Deməli, tək ədəd deyil. 16'lıq say sistemində 4A 16 kimi olur. 8'lik say sistemində 92 kimi. Baxıram bunu.
İndi bunu mən çevirəndə belə. Çevirsəm 8 deyə. Üzərlərində silim. Bunu 8-yə çevirsəm 300 bölürəm. Alınması 16'lığa çevirin. 1, 2, 4. 1, 2, 4. 1. Bu 1'dir. Bu neçədir? 1'dir. Bu da 2'dir. 1, 1, 2. 112. Demək ki 112 deyil. Demək bu neçəymiş elə? 16'lıqda. 16'lıqda 4 açı olunca. 16'lığa baxırım. Bura 1, 2, 4, 8. Bu neçə edir? 10 edir. 10 da A'dır. 1, 2, 4. Bu da neçə edir? 4. 4 A. 4 adır? Bəli. Demək 5. 2, 3, 5. 2, 3, 5 hardadır? E variantında. 85-ci sual. 16 say sistemdə verilmiş cədvələ əsasən bir şifrə düzəldilir. Bu şifri dekodlaşdıran zaman nazilə kimi yazılır. Alınmış söz verilmiş ikilik ədədlərin hansı ardıcılığa uyğundur? Baxırıq. Deməli 85. Baxaq. Nazilə kimi yox nazilə. Nazilə. Baxıram. Nazilə. N nədir? 12. A 0D. Sonra Z 4A. I 51. L 9B. Ə 03. Aha. Deyir hansı ardıcılıq uyğundur? Baxıram. Burada ikilik say sisteminə çevirməliyəm də mən bunu. Məsələn, biri çevirmək üçün mən deyək ki 8, 4, 2, 1-dən neçə lazımdır? 0, 0, 0, 1. Elə başlıqlarını yazmasam da olar, yenə də yazım da. 2-ni yazmaq üçün mənə necə lazımdır? 0, 0, 1, 0. 0, 0, 1, 0. Aha. Demək, 1, 2, 3, 4, 5, 6, 7, 8, 8 yazılıb da. Baxıram, bu ədəd var, bu rəqəm, bu yazılış. Baxım görüm vardır, hardadır, budur. 2 var, məsələn, birincisi yəni 2-dir. Sonra indi baxıram, bu ədədi yazdım, 12-ni. Sonra A'da neçə idi? 0 deyil. Bunu deyib 0D yazırım. 0D A'dır. 0'ı kodlaşdırmaqdan yana 4 dənə 0 lazımdır. Sonra D'ni kodlaşdırmaq zaman D'də 13'dür. 13'ü də 1, deməli 1, 0, 1. 12 edir. Üstündə 1, 13. Demək, nə yazacağım? 1, 1, 0, 1. Belə bir var, yazılış. Baxaq görək. Belə bir yazılış budur, 2. Deməli, 2, 5. Sonra baxıram nəyə? Z hərfində nə idi? Bax, bu da getdi. Bax, bunu yazdıq. Z hərfi də 4A'dır. 4A. 4A. Deməli, 4A'nı yazmaq üçün mənə neçə lazımdır? 4. 0, 1, 0, 0. Bax, buradan yazırım. 0, 1, 0, 0. Aha, sonra bu da getdi. 5, 1. 5, 1. İ'ni yazmaqdan yana. 5'i yazmaq üçün mənə lazımdır? 0, 1, 0, 1. Sonra 1'i yazmaq üçün mənə lazımdır? 0, 0, 0, 1. Düz yazdım mən. Artıq yazdım. Bir dəqiqə, bir də baxım. Deməli, mən 4'ü yazmaq, 4'ü yazdım da, 4A'nı bura yazmışam. 4A yazdım. 4A yazmamışam. 4A hesablamamışam daha doğrusu. 4'ü yazdım, budur. A'nı da yazanda necə yazdım? A'nı da yazanda dəqiqə. Nəysə, burada səhvləşikdir. Bu bir də baxım. Deməli, Z yazdım. Sonra Z yazdım. A yazdım. Bu A'dır. Daha doğrusu N yazdım. Bu N'dır. Bu A'dır. İndi Z yazacağım. Z yazmaq üçün. Z'da hansıdır? Budur. 4A'dır. Aha, indi yazıram. 4A yazmaq. 4'ü yazmaq üçün mənə lazımdır? 0, 1, 0, 0. A'nı yazmaq üçün nə lazımdır? 1, 0, 1, 0. 1, 0, 1, 0. Aha, belə bir yazılış hardadır? 0, 1, 0, 0, 1, 0, bu da 3. 2, 3, 5. 2, 5, 3, daha doğrusu dalbadal yazanda. 2, 5, 3. 2, 5, 3. İkisində var, bu illərdə yoxdur. Bax, görə sonrası 6'dır mı, 4'dür mü? İndi baxıram, Z'yi də yazdım, indi baxıram İ'yə.
i-ni yazmaq. i-ni yazmaq üçün bax bu mənə 5 ilə 1 lazımdır. 5 0 1 0 1 oldu 5. 1-i yazmaq üçün 0 0 0 1. Belə bir ədəd hardadır? Belə bir ədəd elə budur, 6-dır. Demək nəymiş? B variantıymış. 86-ya baxaq. 86-da 8-ci say sistemində bütün rəqəmlər müxtəlif olan ən böyük ədədi 16-lıq say sistemi təsvir edir. Deməli, 86. Bütün rəqəmlərin müxtəlif olan ən böyük ədədi 16-lıq say sistemidir. 8-ci say sistemində ən böyük ədəd neçədir? 7-dir. Bu deyir ki, rəqəmlərin müxtəlif olan ən böyük ədədi, bütün rəqəmlərin müxtəlif olan ən böyük ədədi 7-dən başlayıram, kiçilə-kiçilə gedirəm də 7 ən böyük, sonra 6, sonra 5, 4, 3, 2, 1, 0. Ən böyük ədəd bütün rəqəmlərdən istifadə edirəm, amma ən böyükdən başladım. 8-likdə bu ədəddir. Deyir, bunu 16-lıqda demək təsvir edir. Birinci bunu 2-liyə təsvir eləməliyim, sonra 16-lıq. 7-ni yazmaq üçün 4, 2, 1-dən neçə yazmalıyım? 1, 1, 1. 6-nı 1, 1, 0. 5-i 1, 0, 1. 4, 1, 0, 0. 3, 0, 1, 1. 2, 0, 1, 0. 1, 0, 0, 1. 0, 0, 0, 0. Bunu sonra 16-ya çeviririm. Bəli, 4, 4 bölürüm. Düz böldüm inşallah ki 1, 2, 3, buradan səhv elədim. Buradan bölünür 4-dən sonra. Aha. Buna baxıram ki hamısı 1-dir. Demək bu F-dir. Burada 1, 2, 4, 8 yazsam 8 ilə 2 A-dır. Onun. Burada 1, 2, 4, 8 yazsam bu olur 12. Bu da olur C. 1, 2, 4, 8 yazsam 2 ilə 4 olur 6. 1, 2, 4, 8 yazsam bu olur 8. 1, 2, 4, 8 yazsam bu da olur 8. Deməli, belə bir ədəd nə deyir ki, ilk və son rəqəm. İlk rəqəmi F-dir, son rəqəmi isə 8-dir. F8, C variantı. 87-də. Deməli, verilmiş bərabərliyin ödənilməsi üçün x və x plus 2 əsaslarının ala biləcəyi qiymətləri müəyyən et. Baxaq. Burada deməli tənlikdir. Tənliyi də yaza bilərik. Və yaxud da ən kiçiyi demiş. Ən kiçik demiş, yox demiş. Elə baxıram. 3, 2, x-li say sistemi bərabərdir. 2, 7, x plus 2-li say sistemidir. Bunu açıq yazılışla ikisini də açırım. 0, 1. 3, 2 üstəgəl 2. Bərabərdir. Deməli, 2 vurulsun x üstəgəl 1. O deyilir 2, 2 üstəgəl 4. Üstəgəl, deməli, 7. 7. Aha. Buradan deməli, çevirəndə qalır 2x bərabərdir. 4 ilə 7, 11. 11-dən də 2-sini çıxanda 9. Demək, ikisi tapdım 9-luq. Burada da x plus 2 var. Axı, x plus 2 də neçədir? 9-un üstünə 2-sini də gəlirəm, edir 11. 9 və 11 Y variantı. 88-dir. Belə bir rəqəm bayaqçına oxşuyur elə. Eyni 4 rəqəmli ədəddir. Aha, məlumdur ki, B verilmiş say sistemi. Demək, onluq say sistemidirsə, deyirsə, onluq say sistemində 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 10 dənə rəqəm var. B verilmiş say sistemin ən böyük rəqəmdir, yəni 9-dur. Demək, B neçədir? 9-dur. A verilmiş say sistemin ən böyük sadə rəqəmdir. Ən böyük sadə rəqəm neçədir burada? 7. Deməli, A bərabərdir 7-dir. İndi deyir, C verilmiş say sistemində 4-ə bərabərdir. C də 4-ə bərabərdir. D verilmiş say sisteminin cüt rəqəmidir. D verilmiş say sisteminin cüt rəqəmidirsə, D də A ilə C-nin arasındadır. Yəni, bununla bunun arasında. 7 ilə 4 arasında baxıram. Cüt rəqəm hansıdır? 6-dır. Demək, mənim D-im də neçəymiş? 6-ymış. Yaxşı. İndi baxaq. Aha. İndi deyək, bu ədədə 16-lıqda yaz. İndi bu ədədə dalbadal yazam. A, C, D, B. A 7-dir, C 4-dür, D 6, B də 9-dur. Bu onluq say sistemidir. Bunu deyir 16-lıqda yaz. Bunu 16-lıqda çevirmək üçün 16-ya bölməliyim. 7469 bölürəm 16-ya. 74-ü 16-ya böləndə neçə edir? Deməli, 4 dəfə 6-nın 24, 4 yox,
daha doğrusu 6 çox edir. 5 dəfə eləsən 5 dəfə 30. 3 yadda yox, çox edir 4 elə 4 eləyirmiş. 4. 4 vursun 24. 2 yadda 4 də 1'in 4, 2 də 6. Buradan qalır 10. 10 bölünmür 6 gəlir. 109 106-nı 16-ya böləndə, 106-nı 16-ya böləndə deməli 7 dəfə eləsəm 7 dəfə 6-nı 42 42 4 yadda 7 də 1'in 7, 4 də yadda 11. Hə, çox edir. Ona görə 7 deyil, 6-ya vurmaq lazımdır. 6 dəfə 6 36 3 yadda 6 də 1'in 6, 3 də yadda 9 96. 0 10'un 9'un 1. Burada 10 qalır. Yaxşı, 10 qalır. Yenə bölünmür, yenə 9 düşür. Bu dəfə də 109'u 6'ya bölündə yenə 6 düşür. 6 yenə 96 olur. 9'dan 6'sını 3, 10'un 9'un 1, 13 qalır. Yaxşı, bu qalığın biri 13'dür. Sonra 466'nı 16'ya bölürəm. 466'nı 16'ya böləndə buradan neçə düşər? Deməli 46'nı 16'ya bölürəm. Düşür deməli 3 dəfə eləyəndə 48 olur. Ona görə 2 dəfə eləyəcəm. Aha. O da eləyir 32. Buradan qalır 14. 14 bölünmür 6 gəlir. 146'nın 16'ya böləndə 10 düşəndə eləyir 160. 9'a vurum. 9'a vurum görürüm neçə düşür. Çox eləyir yəqin ki. 9 dəfə 6'nı. Deməli 54 5 yadda 9 də 1'in 9. 5 də yadda yox, bu eləyir elə 144. Buradan qaldı 2. Qalığın biri də 2'dir. İndi 29 16'ya bölürəm. Buradan bir dəfə düşür 16. Buradan qalır 13. 13. Bir qalığım da 13'dür. Burada bir qalığım da belə 1'dir. Deməli altda albala yazsam 1. 13'ün yerinə nə yazacağım? D. 2. 13'ün yerinə yenə D. 1 D, 2 D. Bu da Y variantı. 89. 89'da belə bir ifadənin qiymətini 16 say sistemində göstərin. Yeni sayfa açım. Yaxşı. Deməli 89. Nədənsə 16'lıqda soruşur. 16'lıqda soruşsa mən bu birinci ilə bunu 16'lığa çevirsəm, 4 darsam 1, 2, 4, 8 yazsam, 8 ilə 4, 12, bu da 13, 13 də bir dedi. Dedi, bu da 1, 2, 2 dedi. Deməli, birincisi 2 dedi. Deməli, 2 deyil. Bu isə 8'likdədir. Bunu da 16'lığa çevirəndə, buradan yazıram 62, 8'likdən. Birinci ikiliyə çevirim 4-2-1 qaydası ilə. 6 necə yaranır? 1, 1, 0, 2 də 0, 1, 0. Sonra bunu 16'lığa çevirim. Bu da 1, 2 yazsam bu 2'dir. 1, 2 yazsam bu da 3'dür. 32. Bu da 32'dir. Bu 62 də 32'dir. 32. 16'lıqda. Üstə gəl, indeksində 16 yazım 16'lıqdadır. 49 10'luqdadır. 10'luqdan 16'lığa çevirərkən nə edirəm? 49'u bölürəm 16'ya. 48 eləyir. 3 dəfə 48, 1 qalıb qalır. 31. Bu da eləyir 31. 16'lıqda. İndi 16 say sistemini deyir göstərin. Toplayaq bunları 2D, 32, üstə gəl 31. D neçədir? Deməli D 13'dür. 13'ün üstünə 2'sin gələndə eləyir neçə? 13'ün üstünə 2'sin gələndə 15 eləyir. 15'in üstünə 1 16. 16'dan 16'sını çıxıram. 0 qalır 1 yadda. Deməli 0 1 yadda. 2'nin üstünə 3'ünü 5, 5'in üstünə 3'ünü 8, bir də yadda 9. 90. Bu da eləyir Y variantı. 90-cı suala baxaq. 90-cı sualda deyir tənliyi həll edin. Cavabı üstü say sistemində. Yəni ikisi tabandan sonra ikisi üstü say sisteminə çevirəcək. 121 x-lik say sistemidir. Üstə gəl 1, deməli 10 10'luqdur yəqin ki 10'luq say sistemi. Fərqi yoxdur, onsuz da 1 10'luqda da 11'likdə də 16'lıqda da eyni şeydir. Bərabərdir 1 0 1 7'likdə. 0 1 2 açırıq 0 1 2. Deməli 1 vursun 2'sin kvadratı. 2 kvadratı üstə gəl 2x üstə gəl 1. Üstə gəl bu da 1 bərabərdir. 7'nin kvadratı 49. Üstə gəl bu da 0 sayılmır 1 sayılır. X kvadratı üstə gəl 2x. Bu 2 eləyir. Bu da 50 eləyir. Bu tərəfə çevirəndə eləyir çıxaq 48. Bərabərdir 0.
D bərabərdir B kvadratı. Çıxaq 4 acil üst durumdan. Bərabərdir. B kvadratı eləyir necə? 4. Deməli, çıxaq, bu da çıxaq 4, çıxaq da üstəcəl olacaq. 4'ü vururam nəyə? Bu A-dır 1'dir, burada C-yə vururam. 4 dəfə 8'ini. Deməli, 32, 3 yadda, 4 dəfə 4'ün 16, 3 də yadda 19, 192. 192'nin üstünə 4 gələndə 196 edir. 196'dan kök neçə çıxır? 196'dan. Sonra x1, 2, x1, 2 bərabərdir. Mənfi B plus minus kök adda D bölünsün 2A bərabərdir. 2'miz mənfi 2 edir. Plus minus kök adda D 196'dan kök çıxanda 14 bölünsün 2A. 2'ni də vuran 1'e 2 bərabərdir. 14'dən 2'sini çıxanda 12, 12'ni 2'yə böləndə 6. 6. Demək ikisi tapdım 6. İndi 6'nı deyir üst-üst say sistemində göstər. 6'nı bölürəm nəyə? 3'ə. Böləndə 3'ə 2 dəfə düşür 6. Burada 0 qalır. Demək 2, 0. O da 20. ...91. Onluq say sistemində verilmiş biraz qəribə düşür burada. 258 üstü 2. 258 üstündə 2'dir bu. Onluq say sistemi verilmiş 258 2 ədədini 8'li say sistemi ilə bir göstər. Yaxşı, yeni səhifə açaq. ...258 üstü 2. 258'i necə yaza bilərəm? 256 üstəgəl 2 kimi yaza bilərəm. Əgər 2'nin qüvvəti şəklində yazmaq istəyirəmsə. 256'nın da 2 üstü 8 üstəgəl 2, 2 üstü 1, üstündə 2. Bunu muxtasar vurma düsturuna görə açırıq. 2 üstü 8 kvadratı eləyir 2'nin 8 sıfırında 2 üstü 16. Üstəgəl 2 vurulsun 2 üstü 8 vurulsun 2. Bu da 2 vurulsun 2 üstü 8 vurulsun 2. Bu 2. Yani bu da 2 üstü 1'ler. Üstəcə 2 üstü 1'in kvadratı 2 üstü 2. Bərabərdir. 2 üstü 16 üstəcə. Deməli bunlar edir 8, 9, 10. 2 üstü 10 üstəcə 2 üstü 2. Bu 8'li say sistemində dediyi üçün mən bunu 8 əsasına gətirirəm. 2 üstü 3 üstü 16'nı 3'ü neçə vuranda 5'ə vuranda 2 üstü 15 edir. 1'i qaraq, ona görə 2 üstü 1'ə vururam. Üstəcə 2 üstü 3'ü 3'ə vururam 9 edir. 1'i qaraq, ona görə 2 üstü 1'ə vururam. Üstəcə 2 üstü 2 ilə 4 edir. 4'də 16 8'li say sistemində var. 8 üstü 5. Qabağında da 2 var. 2 vurulsun 8 üstü 5. Üstəcə bu da 2'dir. Qabağında 2 vurulsun 8 üstü 3. Üstəcə 4. Bu neçədir? 1 yanında 1, 2, 3, 4, 5. Bir, 2, 3, 4, 5. Aha. 2 yanında. Ha bu 2'dir. 2 yanında 5 tane 0. Üstə gələk. Deməli 2 yanında 3 tane 0. 1, 2, 3. Üstə gələk 4. 4, 0, 0, 2, 0, 2. Belə bir ədəd hardadır? 202. 2 dənə 0, 4. Bu da A variantında. 92. Onluq say sistemində verilmiş. Bu yəqin ki 130'dur. 130. 130 üstü 2. Ədədini 8'likdə yazın. Deməli 92. 130 ədədini deməli necə yazıram? 130 128 üstəgəl 2'dir. Bunda üstündə 2. 128 de 2 üstü 7'dir. Üstəgəl 2 üstü 1, üstündə 2. 2 üstü 7'nin kvadratı edir 2 üstü 14. Üstəgəl 2 üstü 1 vuraq, 2 üstü 7 vuraq. Belə yerdə 2 vuraq, 2 üstü 7 vuraq, 2 üstü 1. Aha. Üstəgəl 2'nin kvadratı bərabərdir. 2 üstü 14, üstəgəl bu 7, 8, 9. 2 üstü 9, üstəgəl 2 üstü 2. Bu nədə deyir? 8'li say sistemində yenə. Bunu da 8 əsasına gətirməkdən yəni 2 üstü 3, 3'ü vururam. Deməli 3 dəfə 4'ünü 12 eləyir. 2 çatmır. Deməli vururam 2 üstü 2. Üstəgəl 2 üstü 9'da 3. 3 dəfə 3'ün 9 eləyir. Üstəgəl 2 üstü 2 də 4'dür. Deməli bura nə yazıram? 2 üstü 2 4 eləyir. 4 qabağının yanında 4 vuraq.
8 üstü 4 üstəcə. Burada 1-dir, 1 yanında. 1 vuraq daha doğrusu 8-dir. 8 üstü 3-dür. Üstəcəl 4. Bu nə deməkdir? 4 yanında 4 dənə 0. Bu da 1 yanında 3 dənə 0. Bu da 4. Cəmləyirəm. 4, 0, 0, 1, 4. Belə bir ədəd varmı? 41, 0, 0, 4. 41, 0, 0, 4. Hani? Aha, B variantı. 41, 0, 0, 4. 93. Onluq say sistemində verilmiş 68 üstü 2 ədədini 16 say sistemində göstərir. Onluq say sistemində 68 üstü 2. Deməli, bu da 64 üstəcəl 4 kimi yazaram bunu. Altmış səkkiz üstü 2-ni yazaram 64 üstəcəl 4 üstü 2. 64 də 2 üstü 6-dır. Üstəcəl 2 üstü 2 üstü 2. 2 üstü 6'nın kvadratı 2 üstü 12. Üstəcəl 2 vurulsun 2 üstü 6 vurulsun 2 üstü 2'yə. 2 üstü 6 vurulsun 2 üstü 2'yə. Üstəcəl 2 üstü 2'nin də kvadratı 4. 2 üstü 4. Bərabərdir. Deməli 2 üstü 12. Yazıram 2 üstü 12. Sonra üstəcəl 1, 7, 8, 9. Burada elədi 9. 2 üstü 9. Üstəcəl 2 üstü 4. Yaxşı. Sonra buradan deməli nə yazacağım? Hə, 2 üstü 3'ə gətirəcəm. 2 üstü 3. 2 üstü 3 üstü 4. Üstəcəl 2 üstü 3 üstü 3. Üstəcəl 2 üstü 3 vurulsun 1. Bir de 1 də çarpımı 4 olar. 2 üstü 1'ə vururum. Yaxşı, bu oldu 2 üstü 3, 8, 8 üstü 4. 8 üstü 4 üstəcəl. Bu oldu 8 üstü 3. Üstəcəl bu 2'dir qabağında. 2 vuraq 8 üstü. Bu da 1. 8 üstü 4 1 yanında 4 dənə 0. 1, 2, 3, 4 dənə 0. Bu 1 yanında 3 dənə 0. Bu da 2 yanında 1 dənə 0. Toplayıram 0, 2, 0, 1, 1. Hansıdır? Neredeydim? 93 yazırdıq. Hə. Deməli 11, 0, 20 B variantı. 94'e baxaq. 94'də onluq say sistemində verilmiş belə bir ədəd var, belə bir toplama var. Xadəsin qiyməti 2 say sistemi yazılarsa. Başqa PDF açım. Yaxşı, buradan deməli 94'e baxırıq. Aha. Doksan dörtdən 16 üstü 8 üstəcəl 20, 2 üstü 20 üstəcəl 12. İkili say sisteminə çevirin, istənə deyil 0 rəqəm. Bunları ikili say sisteminə çevirirsin. 16'ın 2 üstü 4 yazın. Üstü 8, üstəcəl 2 üstü 20 qalsın. 12'ni də nələrin 8, 4, 2, 1 yazanda bundan bu 1 elir də. 1, 1, 0, 0 belə. Bu 12 elir. Ona görə burada belə yazacağım. Və yaxud da belə 2, 8 ilə 4'ü yazanda neçə edir? 2 üstü 3, 8 üstə. Bu da 2 üstü 2, 4. Aha, 2 üstü 2. Aha, belə yazıram. Deməli, burada 2 üstü neçə elədir? 8'i 4'ə vurun, 32. Üstəcəl 2 üstü 20, üstəcəl 2 üstü 3, üstəcəl 2 üstü 2. Bir yanda 32 dənə 0 deməkdir, hə? Dahası da bir yanda 20 dənə 0. Mənə lazım deyil bunlar. Onsuz da sıfırların sayı ümumi olaraq 32 dənədir bilirim. Amma bunları cəmləyəndə bunların qabaqlarında 1 olacaq. Bir yanda deyək 3 dənə 0, bir yanda 2 dənə 0 belə. Bu 32 dənə 0'dan bax biri bura gedir, biri bura gedir, biri bura gedir. 1, 2, 3, 3 dənəsi getdi. Demək 32'dən neçə çıxıram? 3'ünü çıxır. Qaldı 29. Demək 29 dənə 0 var. A variantı. 95'də.
4 üstü 2020 üstəcəl 2 üstü 2017 üstəcəl 15. 15-də necə yazıram? Deməli 8, 4, 2, 1 kimi yazsam burada hamısının üstündə 1 olur. Demək 8, 2 üstü üstəcəl 4, 2 üstü 2-dir. Üstəcəl 2 də 2 üstü 1-dir. Üstəcəl elə 1. Aha, bunları deyir demək neyin? Deyir sayı sistemi təsvir etdikdə. Ümumiyyətlə bax bu 4-ü də necə yazacağam? Elə burada yazaram. 2 üstü 2 vurulsun. Bax 2 üstü 2 vurulsun 2020. Üstündə 2020. Bunu da 2020'ye vuranda eləyir 4040. 4040. Demək bir yanında 4040 dənə sıfırdır. Bax belə. 4040 dənə sıfırdır. Burada deyək ki, bir yanında 2017 dənə sıfır, bir yanında 3 dənə sıfır, bir yanında 2 sıfır, bir yanında 1 sıfır, bir də 1. Belə toplayır. İndi 4040'dan hissəsi gedir, bax burada 1, 2, 3, 4, 5 dənə. 4040'dan 5 dənəsi 1'ə çevrilir. Axıda toplananda, deyək ki, bu sıfırla toplananda 1 olacaq. Deyək, buradakı sıfırla bu toplananda 1. Bu sıfırla bu 1, bu sıfırla demək bu 1, axırıncı sıfırla da bu 1 olacaq. Demək 1, 2, 3, 4, 5 dənəsini çıxırım. 1, 2, 3, 4, 5 belə də bilə bilərsiniz. 4040'dan 5'ini çıxıram, qalıb 4035. Bir dəqiqə. Bir rəqəmin sayını deyir, hə. Bir rəqəmin sayını deyirsə, demək bu buradakı 1'dir, bir də bunun ortalarındakı 1. Deməli 1, 2, 3, 4, 5 dənə budur, bir dənə də budur. 6 dənə 1 var. Hansı ən kiçik natural olunduğu qədərin 8'lik və 9'luq sayı sistemindəki təsvirinin sonu 0 rəqəmi ilə bitir. Hansı ən kiçik naturaldır? 8'lik və 9'luq sayı sistemindəki təsvirin. Baxıram ki, həm 8'ə, həm də 9'a böləndə 0 eləyən ədəd olmalıdır. Yəni 8'ə və 9'a bölünən bir ədəd olmalıdır. Deyir ki, üzdə ən kiçik natural ədəd. Məsələn, 72 də bölünür. Həm 8'ə bölünür, həm 9'a bölünür. Baxım görüm ən kiçikdir. Bura baxıram. 24 8'ə bölünür, bölünür. 9'a bölünür, yox, bölünür. 27 8'ə bölünür, yox, bölünür. 56 8'ə bölünür, bölünür. 9'a bölünür, bölünür. 54 8'ə bölünür. 54 8'ə bölünür. Bölünür. Deməlisə, yox, bir dəqiqə. Ən kiçik. Bir dəqiqə. Bundan heç biri bölünmür. Elə 72 bölünür. Yəni, heç biri bölünmür, elə 72 ən kiçik hesab olunur. 97'ye baxaq. A, O, U hərflərini ibarət bütün 5 hərfli sözlərin mənası olmaya bilər. Əlifba sırası düzülmüşdür. Sıranın əvvəli aşağıdakı göstərilən kimidir? Aha, demək A 0 imiş. Bunların hamısı 0'dır. A 0 imiş. Bu A'nı demək 0'la götürür. A bərabərli 0'dır. Sonra baxıram A'dan sonra O gəlir. O demək ki 1 imiş. Sonra da O da 2 imiş. Bu da üstlük sayı sisteminin rəqəmləridir, hərfləridir. O hərfi ilə başlayan ilk sözün sırasını deyil müəyyən ilə. Mən baxıram ki, deyək ki, məsələn, o A hərfi ilə başlayanda, sonra bax, A gəlir, sonra O gəlir dahi. İndi mən O ilə başlasam, birinci, dalsıca birinci 0 ədədi gələcək də, yəni. Birinci O qoysam, yanına nə qoymalıyım? 0 qoymalıyım. 0 qoymalıyım. 0'dan A, belə 0 qoymalıyım. Yəni o 1 olsa, dalsıca ilk birinci olaraq başlayan ədəd O'dan sonra A gəlir. Yəni elə bil ki 1, 0, 0, 0, 0. Birinci ədəd bu olur. İndi deyir ki, ilk sözün sıra nömrəsini qeyd edir. Bunu çevirdim. Bu neçəli sayı sistemi? Dedik ki, burada üstlük sayı sistemində 3 dənə simvol var. Üstlük sayı sistemində belə bir ədəddir. İndi mən bunu üstlükdən çevirəcəm onluğa. 1, 0, 1, 2, 3, 4. 1 vurulsun 3 üstü 4. 1 vurulsun 3 üstü 4'ün 3 4'ün demək 9, 27, 27, 81. 81 eləyir. 81 sözün deməli onluq yazılışıdır. Amma baxıram ki, bax 1'də 0 var. Birinci yerdə 0 durur. Bu 0'da hamısı. İkinci yerdə bax bu 1'dir. Elə bu 0, 0, 0, 0, 1. 2'də
1 durur. Bax, 3-də bu 2-dir. 2 durur. 0, 0, 0, 0. 3-də 2 durur. Demək ki, 81 neçənci sırada olacaq? Elə bil 82-də də 81 duracaq. Necə 1-də 0 durur, 2-də 1 durur. 82-də də demək ki, 1 durur, 81 duracaq. Demək sıra nömrəsi neçə olur? 82. 98-ə baxaq. %98. 16 say sistemində verilmiş. Ötəyən, şərti ötəyən 4 rəqəmli ədəddir. Məlumdur ki, x verilmiş say sistemi cüt rəqəm. Verilmiş say sistemi 16 say sistemi 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, A, B, C, D, E, bir də F. A verilmiş say sistemi cüt rəqəmdir. X qalsın, bilmirəm çünki. Hansı cütdür? Y verilmiş say sistemi ən kiçik rəqəm. Verilmiş say sistemi ən kiçik rəqəmi 0-dır. Demək, y neçəymiş? 0-mış. Onu bildim. Bu y 0-dır. Sonra z verilmiş say sistemində 5-ə bərabər. Z də 5 imiş. Demək, bu bura yazıram 5. Demək ki, bundan qabaqçılar 5-dən kiçikdir. X də dediyi axı cüt rəqəmdir. 5-dən deməli kiçik cüt rəqəm. T-yə hələ baxaq. T verilmiş say sistemi tək rəqəmdir. Bu tək rəqəmdirsə, bu da cüt rəqəmdirsə, deməli, bax, bu olacaq 5-dən qabaq 4-dür, 4 olmayacaq, 3 olacaq, çünki tək rəqəmdir. Üstdən də qabaq, yəni əvvəl cüt rəqəm 2-dir. Demək, belə olacaq. Demək, z oldu 5, t oldu 3, x də oldu 2. İndi buna baxaq. X, yəni 2, y, yəni 0, z, yəni 5, t, yəni 3. 16-lıq say sistemindədir. Bunu 10-luq say sisteminə çevirmək lazımdır işlə. 2053. 16-lıqdan deməli 16-lıqdan 10-luğa çevirəndə bölünürük. 16-lıqdan 10-luğa çevirərkən elə üstündə yazıram. Burada 0, 1, 2, 3. Üzərində yazıram. 2 vurulsun 6 üstü 3. 2 vurulsun 6-nın üstü 3. Üstəcə bu 0-dan üstə vurmuram. 5 vurulsun 6 üstü 1. Üstəcə 3 vurulsun 6 üstü 0. Bərabər. 16-nın kubunu tapıram. 16-nın kubu neçədir? 16-nın kvadratı 256. 256-nı da vururam 3-ə. 3 dəfə 6-nın 18 bir yadda. 3 dəfə 5-in 15. Bir də yadda 16. Bir yadda 6. Bir də yadda 768. 768-də 2-yə vururam. 2-yə. 2 dəfə 8-in 16. 2 dəfə 6-nın 12. Bir yadda 13. Bir yadda 7. Bir də yadda 14, bir də yadda 15. 1538. Bu elədir 1538. 1538. Üstünə gəlirəm 5-i vururam 16-ya. 5-i 16-ya vururam. Bərabərdir 30. 3 yadda 5 yadda 8. Bu da elədir 80. 80. Üstə gəl. Bu da 3. Deməli 1538-in üstünə 83-ün gəlir. 1538. Üstə gəl 83. Bu eləyir 11, bir yadda, yine o eləyir 11, bir yadda, 12, bir yadda, 6, bu da 1. 1621 var mı? Yoxdur, bir də baxaq, haradasa səhvli eləmişik, böyük ehtimal. Haradasa səhvli eləmişik, hesabına səhv eləmişik, baxaq. Deməli, bir də baxaq. Üsvacı hesablama səhvidir. Burada dedik ki 2 ikisini başlayır. 2 y 0'dır. Sonra z 5'dir. T də 3'dür. Düzdür. 16 say sistemidir. Bunu keçirdirəm 10'luğa. 2 vurursun 16 üstü 3 düzdür. 5 vurursun 16 üstü 1 üstəcə 3 aha. 16'nın kubu. 16'nın kvadratı 7 256. 256'nı bir də 16'ya vurmamışam. 256'nı mən 3'ə vurmuşdum. 256'nı 16'ya vururam. 16. Ona 6 altının 36. 3 yadda 6 5'in 33 yadda 33. 12. 3'də yadda 15. Bu da 256. Buradan 6 9 11 yadda 3 bir də yadda 4. 4096.
Bu eləyir 4096. Bunu da 2-yə vurur. 2-yə vuranda eləyir 8192. Bu isə oldu 8192. Üstə gəlirəm. 5-i 16-ya böləcək silməyərdim. Neçə eləmişdi? Deməli 33 yadda 80. 80 eləyir. Üstünə də 3-cü gəlir. Demək 8192-nin üstünə 83-cü gəlirəm. 5, deməli 17, 1 yadda, 2, bu da 8. Bu da eləyir 8275. 8275 B variantı. 99-a baxaq. 99-da yenə belə bir ifadə veribdir ki, reel sayı sistemi təsviri bir rəqəmlərin sayına baxacaq. Yaxşı, 2 üstü 2025. Üstə gələk. Burada ikiliyə deyirsə, mən də 8-i 2 üstü 3 kimi yazaram. 3 üstü 500. Üstəcə 19-u da necə yaza bilərəm mən? Deməli, 16-dan başlayıram. 16, 8, 4, 2, 1 yazsam, 16, 19 olmaq üçün. Üstünə 3 gələrəm da 19 eləmək üçün. Demək, bu ikisi 0-dır. Yəni, bu 2 üstü neçədir? 2 üstü 4. Buraya yazıram. 2 üstü 4. Üstə gələr. 2 üstü 1. 2 eləyir. Üstə gələr elə 1. Yaxşı, indi buraları siləyəm. Yaxşı. Buradan deməli baxıram. Bu 2 üstü 20, 2025'dir. Üstə gəl. Bu 2 üstü 1500'dür. Üstə gəl 2 üstü 4, 2 üstü 2, daha doğrusu 2 üstü 1, üstə gəl 1. Yaxşı, indi baxıram. Bu bir yanda 2025 dənə belə 0'dır. 2025 dənə. 2025. Üstünə deyək ki, bir yanda 1500 dənə 0 gəlirəm. Sonra bir yanda 4 dənə 0, bir yanda 1 dənə 0, bir də 1. 2025 dənə 0'dan neçəsi oldu 1? Bax, burada 1 var, burada 1, burada 1, burada 1. Bir də burada 1. Birlərin sayını soruşur bizdən. Bəli, 1, 2, 3, 4, 5. Belə də saya bilərəm. Bax, 1, 2, 3, 4, 5. 5 dənə nə var? 1 var. 5 dənə 1 var. Haradaydı? A variantı. 100-cü suala baxaq. 100-cü sualda bu ifadənin doğruluğunu yoxlardı. Bir dəqiqə baxaq. Deməli, baxıram, ifadə doğruluğu say sistemin əsasını müəyyən. Doğruluğu say sistemin əsasını müəyyən üçün yenə bax, 26 onluq say sistemdə üstəcə 60 ikizlikdir, bərabərdir. 202-də 2 çıxaq 2 say sistemində. Baxıram bura, bu 26 olduğu kimi qalsın. 26 üstəcə. Bu ikizlik say sistemi çevirəndə 6x edir. Bərabərdir. Bunu vururam 2, deməli 0, 1, 2. 2 vurulsun, x çıxar 2'nin kvadratı. Üstəcə 0 yazmıram, 2'ni yazıram. 2, bu da 2 eləyir, onsuz da. Yaxşı, 26 üstəcə 6x bərabərdir. 2 vurulsun, x çıxar 2'nin kvadratı eləyir 2x kvadratı. X kvadratı 2'yə də vuranda 2x kvadratı. Çıxaq, deməli, 2'ni vururam x-ə, vururam 2'yə. Bu eləyir 4x. Bir də bu qabaqdakı 2'yə vuranda eləyir 8x. Üstəcə 2'nin də kvadratı 4 eləyir. Sonra üstəcə buradakı 2. Baxıram, buradan deməli 2x kvadratı 8x bu yana keçəndə eləyir çıxaq. Deməli 14x. Sonra bu olur 6. 26 bu yana keçəndə çıxaq 20. Bərabərdir 0. Bunu 2'yə bölsəm hər tərəfi x kvadratı çıxaq 7x çıxaq 10. Bərabərdir 0 olur. Yaxşı. Bu doğrudurmu? Hə, düzdür. D bərabərdir b kvadratı çıxaq 4ac. Bərabərdir. B kvadratı 7'nin kvadratı edir 49. Çıxaq yerinə olacaq üstəcə. Sonra 4'ü də vuracam 10'a, eləyəcək 40. Bu da eləyir 89. Nəsə səhvlik var burada. 389 olmamalıdır. Bir də baxım. Bax, burada 8 olmalıdır. Çünki 2 üstü 2'nin kvadratı 4 eləyib. Bir də 2'yə vururam axı. 2'yə vuranda da 8 eləyir. Burada 8 olmalıdır. Demək, bu 8'dirsə burada 10 eləyir. Bu tərəfə çıxanda burada 16 qalır. Bura 16'dır. 16. 20, deməli 20'dən
26-dan da 10-un çıxıram. 16 qalır, bəli. Aha, bunu da böləndə 8 qalır. Burada 10 yox, 8 qalır. 8. Aha, indi burada 40 deyil. Deməli, 4-ü vuranda 8-ə eləyir 32. Bu da eləyir neçə? 81. Bu da eləyir 81. 81. X1, 2 də bərabərdir. Mənfi 1 plus minus kökatdadır. Bölünsün 2A. Düsturundan mənfi 1 olur 7. Üstə gəl kökatdadır. Olur 9. Bu da 2. Deməli, 16-nı da bölürəm 2-yə eləyir 8. Deməli, nəymiş? X 8-likdəymiş. Bu qədər gerisini izah edəcəm.